Salam uşaqlar. Bugün biz 8-ci sinif iş dəftəri ikinci hissədən çalışmalar edəcəyik. Həzm və qidalama mövzumuz. Birinci tapşırığa baxırıq. Təklif olunan ifadələrdən istifadə edərək sxemi tamamlayın. Bizə ifadələri sarı qrafikli olan hissədə verib amin turşular, su, zülalın sintezi, amonyak, zülalların parçalanması və karbon qazı. Bunlardan istifadə edərək biz sxemi tamamlayacağıq. Qida zülalları ilk olaraq nəyə parçalanır? Amin turşularına parçalanır. Amin turşularına parçalandı. Amin turşularından yeni zülalların sintezi gedəcək və yaxud da zülalların sintezi gedəcək və yaxud da ki, zülalların parçalanması prosesi gedəcək. Zülalların parçalanması prosesi gedəcək. Parçalanan zaman zülal biz bilirik ki, zülallar parçalanan zaman nə ayrılır? Amonyak, karbon qazı, bir də su əmələ gəlir. Uşaqlar, yeni zülalların sintezi enerji tələb edən prosesi. Görürsən, enerji. Və yeni zülalların parçalanması zamanı enerji xaric olan, sintez zamanı enerji tələb olunur. Yəni, bu hansı proses olacaq? Assimilyasiya və yaxud da anabolizm. Bu isə katabolizm. Bu çalışmanı etdik. İndi keçir digər çalışmanı. Deməli, bizə sualda deyir ki, tələbənin gündəlik qida rasionunda karbohidratların payına düşən maksimum enerji 6704 kilojoldur. Tələbə gün ərzində kifayət qədər karbohidrat alırmı? Biz də bilirik ki, 1 qram karbohidrat nə qədər kilojoldur? 17,6 kilojol. İndi bunu yadda saxlayaraq məsələni həll edək. İndi 6704 kilojol neçə qram karbohidrat edir? Bilmirəm. Və 1 qram karbohidratın neçə kilojoldur? 17,6 kilojoldur. Burada x-i bərabər eləyəcək haradasa 380,9, onu da yuvarlaqlaşdır 381 qram eləcək. Bu da gündəlik tələbatı deyir ki, kifayət qədər karbohidrat alınmı tələbə gün ərzində? Biz də bilirik ki, bir normal insanda bir gündəlik karbohidrat tələbatı 500 qramdır. Bu isə 381 qram. Deməli, gündəlik tələbatı ödəmir. Çünki 500 qramda normal tələbatımız, gündəlik bu tələbə isə 381 qram. İndi ikinci çalışmaya keçək. İkincində B variantında deyir ki, 100 qram yerkökün tərkibində A vitaminin gündəlik norması 20%-dir. Deməli, 100 qram yerkökündə 20% A vitamini var. A vitamini. İndi bizə deyir, A vitaminin 8%-ni var. A vitaminin 8%-ni qəbul etmək üçün neçə qram yerkökü yemək lazım? 8% A vitaminlə yanında həmişə uşaqlar əgər payızdırsa, vitamindirsə A vitamini yazıram. Qeyd ki, yazıda qalsın. A vitamini burada isə nə qədərdir? X-i bilmirəm. Neçə qram yerkökü qəbul etmək lazımdır ki, 8%. Neçə qram yerkökü qəbul etmək lazım? 40 qram. 40 qram yerkökü. 100 qram, uşaqlar, yerkökü yazsaq daha yaxşı olar, yadda qalar, yerkökü. 100 qram yerkökündə 20%-dir, 8%. İndi C variantına baxaq. Deyir, bir damla dərman preparatının 5 mikroqram D vitamini var. Bu, uşaqlar üçün gündəlik normaldır. Deməli, bir damlasında 5 mikroqram uşaq üçün normaldır. Amma böyüklərin gündəlik norması uşaqlardan 3 dəfə çoxdur. Bu, uşaq üçün normaldır, uşaq normasıdır. Böyüklərin norması isə 5-i vuracaq 3 dəfə çox deyir axı 3-ə. Bərabərdir 15 mikroqram böyük normasıdır bizdə.
İndi bizə deyir ki, 2 həftə ərzində bir uşaq və bir yaşlı insan neçə mikroqram D vitamini qab? Biz də bilirik 2 həftə neçə gündür? 14 gündür, 2 həftə. 14-də uşağı hesablayanda 14 günə belə çəkməyək yəni. 14-ü vuracam. Uşaqlar gündə 1 qram qəbul edirdi axı. 14-ü vuracam. Gündəlik 5 qəbul edirdik. 5-ə o da bərabərdir. 14-ü 5-ə vursam 70 eləməlidir. 70 mikroqram. Bu uşaq üçün normaldır bizim üçün. 14 günü vuracam 15 böyük üçün biz burada görürsünüz 15 qeyd eləmişik böyük üçün. 15-ə vuranda bərabərdir 210 mikroqram edəcəkdir. Bu da böyük normasıdır. İndi bizdən sonda cəmi istəyir. D vitamini insan bir uşaq bir yaşlı insan. Uşaq qəbul elədi 70 qram. Yaşlı insan qəbul elədi 210 qram. Bu da bərabərdir 280 mikroqram. Çalışmamızı da həll etmək. Diğer çalışmamıza keçin. Deməli, bizə deyir ki, təklif olunan cədvəl əsasında kalsium olan gündəlik tələbat qrafikini qur. Bizdə cədvəldə verib ki, kalsium tələbatı. Cədvəldə bizə əsasən 1-5 yaş uşaqlarda kalsium üçün gündəlik tələbat 400 qram veribdir. İndi biz təxmini buradan 400 qramı götürməliyik. Burada stukalıq tələbat verib, burada da yaşları verib. Biz bunları böləndə, bölək görək neçə eləyəcəkdir. Bura 5 yaş, məsələn, 5 yaşa, 10 yaşa uyğun gəlir. Bu 5 yaş uyğun gəlməlidir. 5 yaşa, 10 yaşa, 15 yaşa, məsələn, 20, 25, 25, 30, 35, 40, 45, bu da 50 yaş. Yəni, yaşları düzgün qoydu. Deməli, bir damadan bir yaşlar dəyişir. Sonra isə bizə deyir ki, Suqalıq tələbatı verir, 1000-ə qədər verir. 1000-ə qədər də bölgünü aparsa, əvvəlcə düzgün bölgünü götürək ki, 1000-ə qədər artısa 1, 10, 20, 30, 40, 50, 60, 70, 80, 90. Belə də gedə bilərik. 100 ilə gedə bilərik. 100. İndi bizə deyir 1-5 yaş arası 400. 5 yaşımı buradan götürürəm. Arada 100, 200, 300, 400. Bunu keçə bilərəm. 400, bu hissədən bunu birləşdirsəm. 400. Sonra bizə verir 6-10 yaş arası 600. Bura 400 isə 500, 600. 6-10 yaş arasının 600. Artısa 6 yaş düşəcək bura. Yox, səhv çəkdim bura. 6 yaş 600. Bu hissəyə düşəcək. 6-10 yaş. 10 yaşı götürərəm. Buradan 10 yaşı götürə bilərəm 600-dən. 6-dan yox, 10-dan götürürəm. 600-dən 6 bura düşəcək. 6-10 yaş 600. Sonra bizə 11-18 yaş. 18 yaş artısa bura düşür. Çünki 20-ni bura götürsəm 18-i bura düşəcək. 18 yaş arası 11-18 1500. 1500'ü olar buradan götürsəm 1, 1, 2, 3 artısa yuxarılara düşəcəkdir. 1000 buradan götürsəm 100 artırsam 100, 200, 300, 400 artısa lap yuxarılara gəlməlidir. 1500. Çünki əgər buradan 100 bölgə yaparsam, əgər ki 500 gələcək artısa buralanınca o da düşəcək 11-18 yaş. Bu da buradan götürək, qaldırsaq yuxarı. Səliqəsi olsa da təxmini bura düşəcək. Sonra 18-30 yaş arası 30'u götürək bura. 30 yaş arası 18-30 yaşa 1000. Bax bu hissə elə burada.
Diaqramı quraq. Mində 30-65 yaş arası 30 65 65-i götürə bilərik bura. 50 65 bura. 65 yaş arası nə qədər verir bizə? 1000. O da buradadır. Hə. 65-dən yuxarı 1500. Yenidən 65-dən yuxarı məsələn buranı götürə bilərik 70 yaşlı 1500. İndi bizə deyir ki, görün nə deyəcəkdir. İndi gəlin aşağıya baxaq biraz. Kalsium burada bir dənə məsələ verməlidir təzədən onun üstünə, qrafikin üstündə. Qrafika nəzər yetsə uşaqlar görək qrafikin üstünə bir dənə məsələ verir. Deyir ki, təklif olunan cədvələ qurulmuş qrafik əsasında hansı nəticəyə gəlmək olar? Təklif olunan cədvəldə qurulmuş qrafik əsasında hansı nəticəyə gələ bilər? Nəticəyə gələ bilər ki, kalsiuma olan ehtiyac, bunu birləşdirsəm əgər, kalsiuma olan ehtiyac əvvəlcə qalxdı. Sonra burada düşür kalsium ehtiyacı. Deməli, yeniyetməlik yaş dövründə kalsium, uşağın böyüyən, inkişaf edən dövründə kalsium olan ehtiyac qalxdı. Sonra düşdü 1000-ə. 30 yaşa qədər normal, stabil getdi. Təzədən yaşlılıq müddətində kalsium olan ehtiyac təzədən artır 1500-ə qalxır. Yaşlı 65-dən yuxarı 1500-ə. Baxın, uşaq böyüdüyü zaman yeniyetməli yaş dövrünə qədər kalsium olan ehtiyac artır. Hardasa yeniyetməli 18 yaşa qədər artdı, 1500 oldu. Yeniyetməli bitdi. Sonra stabil başlayır, kalsium ehtiyac düşür və sonra müəyyən müddət stabil dayanır. Və bir də yaşlılıq dövründə kalsium olan ehtiyac artacaqdır. Silək, obseslərə keçək. İndi aşağıya keçək. Kalsium duzlarının orqanizmdə hansı rolu var? Uşaqlar, kalsium duzlarının orqanizm üçün böyük rolları var. Birincisi, qanın laxtalanmasında kömək. Qanın laxtalanması, bura yazaq. Qanın laxtalanmasına, laxtalanmasında kömək edir. Sonra bədəndə kalsium duzları sümüklərin, dişlərin və sümüklərin tərkibinə daxildir. Dişlərin, sümüklərin tərkibinə daxildir. Və immun sisteminin möhkəmlənməsinə kömək edir. Bir də C-yə baxaq. Təklif olunan cədvələ qrup. Bunu bəyax həll elədik cədvəlin üzərində. Dördüncü çalışmaya baxaq. Düzgün və səhv ifadələri qeyd edin. Deyir ki, vitaminlər yalnız meyvə tərəvəzlərdə olur. Xeyr, vitaminlər yalnız meyvə tərəvəzlərdə olmur. Məsələn, ətdə də vitaminlər var, başqa qidalarda da vitaminlər var. Xeyr, yalnız meyvə tərəvəz götürə bilmərik. Orqanizmdə vitamin çatışmamazlığı hipervitaminoz adlanır. Orqanizmdə vitamin çatışmamazlığı A vitaminoz adlanır. Çəkək, A vitaminoz, A vitaminoz adlanır. Uşaqlar raxit xəstəliyi C vitamini xeyr, D vitamini çatışmamazlığı zamanı yaranır. A vitaminlərinin bunlar da X qoyaq. A vitamini çatışmamazlığı nəticəsində dəri tənəffüs yolları, buynuz düzdür. A vitamini dəri tənəffüs yolları, gözün buynuz qişası zədələnir ki, toyuq korluğuna gətirib çıxardır. Vitamin yazda və qışda qəbul etmək lazımdır. Xeyr, yazda mütləq deyil ki, yazda. Əgər vitamin çatışmamazlığı baş verərsə, amma normalda qidalardan bu vitaminləri qəbul etsə, çox da vacib deyil yazda və qışda qəbul etmək. Vitamin insan orqanizminə yalnız qida ilə daxil olur. Vitaminlər insan orqanizminə yalnız qida ilə daxil, günəş şüaları D vitamini məsələn istehsal edir. A və D vitamini yağda həll olan vitaminlərdir, bəli. A və D vitaminləri yağda həll olan vitaminlərdir.
Cədvəli tamamla. A vitamini funksiyaları, C və D vitaminləri. Biz vitaminlər dərsindən keçmişdik ki, A vitaminin funksiyaları nədir? A vitaminin funksiyaları görməni, A vitamini funksiyaları görmədə, dəridə, dəri, dəri tənəffüs yollarında kömək olur. Görmədə gözün buynuz qişası, A vitamini çatışmaması biz bilirdik, gözün buynuz qişası zədələnir və s. A vitamini əsas qidalar hansılardır? Yer kökü ən vacib, yer kökü, kö ət məhsulları, yumurta sarısında, yumurtada yer kökü, balıq yağında, yağı. C vitamini biz bilirik ki, yaraların sağalması, qısa yazıram uşaqlar, videomuz uzun çəkir ona görə, yaraların sağalmasına, sümüklərin birləşməsində, sonra C vitaminin kəskin çatışmaması, skorbut xəstəliyi yaranır, qansızmalar yaranır bədəndə. Nə də var? Sitrus meyvələrində, portağalda, limonda, itburnuda, sitrus meyvələrində, portağal, limonda və itburnuda da C vitamini zəngindir. Deməli, kivi də C vitamini zəngindir. D vitamini orqanizmdə kalsium və fosfor bədəndə saxlayır, onun mübadiləsinə kömək edir. D vitamini sümüklərin əsas tərkib hissələri, yəni kalsium fosforu sümüklərə bağlayır. D vitamini çatışmamazlığında isə raxit xəstəliyi baş verir. D vitamini harda var? Əsasən günəş şüasında, günəş şüasının təsiri orqanizmdə D vitamini əmələ gəlir. Günəş şüasının təsiri ilə dərimizdə D vitamini əmələ gəlir. Bundan başqa balıq az miqdarda da olsa balıq yağında yumurta sarısı D vitamininə zəngindir. İndi təklif olunan xüsusiyyətləri müvafiq sətirlərə yaz və sxemi tamamla. Təklif olunan xüsusiyyətlər nədir? Bizdə cədvələ baxırıq, burada katabolizm verilib. Bura nə yazmalıyıq? Birincisi anabolizmi. Gətiririk, qoyuruq bura. İndi biz anabolizmin xüsusiyyətlərini altdan yazacağıq, bir də katabolizmin xüsusiyyətlərini altdan yazacağıq. Anabolizmin xüsusiyyətləri hansılardır? Anabolizmin xüsusiyyətləri biz deyəcəyik ki, anabolizmə aid olan böyük və mürəkkəb molekulların daha kiçik molekullara parçalanır. Bu hansına aiddir? Böyük və mürəkkəb, bu katabolizmə aiddir. Biz dedik, iri molekulların daha xırda molekullara parçalanması katabolizmə. Bunu gətirəcək, bura qoyacaq, katabolizmə aiddir. Katabolizmi yığıb, sonra anabolizmi mavi rənglə, qırmızı ilə yığıb. Sonra qida maddələrin oksidləşməsi hara aiddir? Katabolizmə aiddir qida maddələrin oksidləşməsi. Bir də enerji ayrılır. Hardan ayrılır? Katabolizm prosesindən ayrılır. Anabolizmə aiddir. O da mavi ilə eləyək. Anabolizmə hansılara aiddir? Anabolizmə hüceyrələrin yeniləməsi, orqanizmin böyüməsi anabolizmə aiddir. Kiçik sadə molekullar daha böyük molekullara sintezi anabolizmə aiddir. Bir də enerji sərf edilir. Biz bildirdik ki, enerji udulur anabolizmdə, enerji sərf olunur, enerji ayrılır katabolizm prosesində. İnsan ac qalanda qanda qlikozanın səviyyəsi azalır. Bu qaraciyərdə saxlanan qlikogenin parçalanaraq qlikozanın qana buraxmasını təmin edən reaksiyalar zəncirini işə salır. Bu hansı tip reaksiyalardır? Uşaqlar, biz bilirdik ki, ac qalan zaman qanda qlikozanın miqdarı azalır və bu zaman nə olur? Qaraciyərdə depolanmış glikogen glikozaya çevrilirdi. Və bu proses hansı prosesə aiddir? Glikogenin parçalanıb glikozaya çevrilməsi hansı prosesə aiddir? Katabolizm reaksiyalarına aiddir. Katabolizm.
Çünki glikoza, glikogen, qaraciyər və əzələlərdə toplanan glikogen əmələ gətirdi glikozanı, əmələ gətirdi. Hansı hallarda insan orqanında anabolik reaksiyalar üstünlük təşkil edəcək? Sonra anabolik nədir? Birləşmə, yenidən qurma, sadə birləşməli molekulların birləşib daha mürəkkəb birləşmə molekulların sintezidir anabolizm. Anabolizm nə zaman baş verir? Anabolizm böyümə dövründə baş verir. Körpü uşaqlar görürsünüz, sürətlə böyüyürlər və yaxud da böyüyüb yeniyetməliyə çatan dövrə qədər uşaqların böyümə dövründə, böyümə və inkişaf dövründə nə zaman baş verir? Anabolizm, böyümə və inkişaf. Sonra böyümə inkişaf dövründə düzgün cavabı seç. Anabolik proseslərin enerji sərfini tələb edir. Fotosintez prosesi enerji mənbəyini müəyyən et. Bizə deyir ki, düzgün cavabları seçib anabolik deməli, düzgün cavabları seçin. Anabolik proseslər enerji sərfini tələb edir. Fotosintez prosesində enerji mənbəyi müəyyən et. Biz bilirik ki, anabolik proseslər zamanı enerji lazımdır, enerji udulur, enerji sərf olur. Və bu bizə deyir ki, fotosintez prosesində, bax bu enerji hardan udulur? Fotosintez prosesi zamanı bizə enerji lazımdır. Fotosintez nə idi? Fotosintez sadə birləşmələrdən, karbon qazı və sudan, aşağı siniflərdə keçmişik, karbon qazı və sudan glikozanın, şəkərin əmələ gəlməsidir. Fotosintez prosesi. Bir də oksigen əmələ gəldi. Bu reaksiya. Yəni, sadə birləşmələr karbon qazı və sudan şəkərin əmələ gəlməsidir. Və fotosintezə, bax, bunun üçün enerji tələb olunur. Nə lazımdır? Enerji. Və bu enerji hardan alırıq biz? Günəş enerjisindən alırıq. Günəş olmasa fotosintez prosesi gedər, getməz. Deməli, bu enerji günəşdən alır. Amma variantlara baxaq. Bitkiyə köklər vasitəsilə daxil olan sudan alınan enerji. Sudan enerji almırıq biz. Su bizə lazımdır fotosintez prosesinin getməsi üçün. Karbon qazının diffuziya yolu atmosfer təzyiqi karbon qazının diffuziyasına səbəb olan atmosfer təzyiqi. Xeyr, buradan da enerji almırıq. Bitki hüceyrəsindən almırıq. Bitki hüceyrələrin tənəffüs prosesində buraxdığı enerji. Xeyr, buradan da biz almırıq tənəffüs zamanı. Və burada günəş enerjisindən günəşdən işıq enerjisini alırıq. İşıq enerjisi fotosintezin sayəsində həyata keçir. 7-ci sual əslində çox sadə sualdır. Prosta Azərbaycan əlifbasını bilməliyik və burada əlifbanın hərflərinə uyğun sözləri yığmalıyıq.